Salam uşaqlar, mən bir qələt elədim və o oyunu yüklədim. Rise of Kingdoms. Bu çox da uzun video olacağını düşünmürəm, çünki puanlayacaq. Oha, o neydi ola? Nəysə, hə. Bu videonun çox da uzun olacağını düşünmürəm, çünki harada qal? Hə, puanlayacağım. Deməli, oyun Clash of Clans kimidir. Amma biraz fərqlidir də, elə ki. Xəritə üzərindən saldırırsan, amma şəhərin içini Clash of Clans'dakı kimi şey eləyə bilirsən. Bəli. Ne oldu? Uşaqlar. Hər nəysə, hə. Şəhərin içini Clash of Clans'dakı kimi yüksəldə bilirsən. Hə. Elmas da verərək şey deyə bilirsən. Yəni, belə də. Deməli, mənim 16.886 gücüm var. 30 milyon gücü olan bir VIP. Və buna güc demirəm, çünki... Neysə. Governor, Alliance members will receive a portion of the resources produced by Alliance resource points in Alliance territory, so it is beneficial for all members to help build new fortresses and flags to expand Alliance territory. Uşaqlar, oynamağa oyun tapmır əvəzində, ya oyun zad desəz, oyun fikriniz varsa, deyin, mən də tərəhal oyun, çünki oynamağa oyun tapmıram. Fikriniz varsa desəz, çox sevinirim. Nəysə, deməli belə. Belə bir şey var. Even the greatest people need the support of allies, and this is why we need to find an alliance Belə bir to yer var. join. Burada çantada əşyalarınız var. Məsələn, bax, şübhət. Belə heykəlləriniz var. Sigma heykəlləriniz var, ulduzlar. Bilmirəm bunlar nə işə yarayır, amma yenə də yaxşı bir şey oxşur. İntiqam yerinə girərək Clash of Clans'da kimi öyrədici şeylər oynayacaqsınız. It is so easy to sin and so hard to do good. Azərbaycanlı olaraq Türk peygasını seçmişəm, çünki Azərbaycan ordusu yoxdur. Nəysə, belə devam edərək döyüşə bilirsən, bilirsiniz. İstəsə siz də oynaya bilərsiniz, amma belə necə deyim, sırf buna yönəlməməlisiniz. Yönəlmək məntiqsiz olmalıdır, başqa oyunlar da var. Bundan sonra gedib şey oynayalım. Clash of Clans oynayalım, amma video çıxartmaq üçün işləmişəm. Elə də çox videomuz olmayacaq. Döyüşürsən. Başlayırsan. Döyüşürsən. Sıxıcı oyundu mu? Deyil. Yaxşı oyundu. Hatta belə sıralamaya keçib. Amma yəni ömrümüzə girirdi. Yəni mən 4-5 günlük əsəbləşdim. Nə vaxt video baxsam, benim Rise of Kingdoms'da 50 milyon gücüm var. O da ki, adam əsəb edirdi deyə, mən də dedim, gözüm nəzəm şey, düşlədim onları. Çox sıxdı da deyənlər, elə adama əyləncə verirlər. Biraz əyləncəli, sıxıranı yox. Video bir dəfəlik telefonumun yaddaşını belə dalaşaraq, döyüşərək əslində buradan döyüşürük. Çıxırsan indi. Böyle barbarlar saldıra basıram. Tüm Avrupa benim iradem Marmara Denizi'ni kaplayacak kadar. Böyle beceri yükseltirsen.
max səviyyələdim karakteri deyəsən. Bəli, max səviyyələdim. Once your command, rare upgrade items can increase luck, which has a chance to give the commander double star experience from the upgrade. Mən də tez oynayıram, yəni və çox bilgiliyəm deyənləri. Məsələn, anahtarlarla sandıq açırsan, sandıqdan şeylər də gələ bilir. Döyüşçülər də gələ bilir. Yəni oyun hədiyyə verən oyundur, çox hədiyyə verir, düzün deyək. Amma yəni ki, oyuna həvəs qatmaq üçündür də bu. Məsələn, deyirsən komutanları becərlər. Bax, məsələn, bu yükseltirsən. Bitti. Sonra bunları Shoot arrow, yükseltirsən. hit arrow. Ama sen... Bu 8 səviyyə. I am Lancelot Luke. Once Bunu a da soldier, kaldıralım. always a soldier. Məsələn, Shoot buradan arrow, yeteneklər hit arrow. basırsınız. Yeteneklərdən belə stratejiyasını yüksəldirsiniz savaşçının. Becerilərdən də bunların kraliyet şeylərin becerilərini yüksəldirsən. Osmanlı kılıcını kuşanan. Yəni belə oyun maraqlıdır, bəli, çox gözəldir hətta. Amma sizə deyim ki, yəni belə çox oynamaq, belə günü buna LOL kimi oynamaq, xeyr, deyəmərəm onu. Məsələn, qışla itələyəsinə bax, qışla ahır, okçuluq, top, uşaq makinesi, investir, keşif yapırsan falan filan, yəni eyni şeydir. Baxın, 18.000 gücüm oldu. Nəysə, sağ olun. Bu videodan bu qədər idi.